Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. 18:00 paylaşılan model suallardan 5-incisi sizlərə təqdim olunur. Vaxt itirmədən başlayaq izahlara. Sual 1. Hansı cümlədə durğu işarələrinin işlənməsində yanlışlıq yoxdur? Yəni hər biri doğrudur. Variantımız olacaq A variantı. Digərlərinin yanlışına baxaq. Məsələn, B variantında O-dan sonra əslində vergül qoyulmamalıdır. Digər variant olan C-də yanlış odur ki, dırnaq bağlanır, sonra nöqtə qoyulmalıdır. D variantında yanlış odur ki, O-dan sonra vergül qoyulmamalıdır. Y variantında yanlış odur ki, V-nin ətrafında vergül olmamalıdır. Cavabımız olacaq A variantı. Hansı cümlə aslı tərəfi əvəzli olan söz birləşməsi ilə başlayır? Baxaq, hər varianta nəzər yetirsək, cavabımız C variantıdır. A-da deməli sifətdir, B-də feili sifətdir. Baxın, D üstəgəl mənsubiyyət. D-də isimdir, Y-də də sifətdir. Cavabımız olacaq C variantı. Bəli, hamı, hərə bunlar əvəzli sayılırlar. Birinci tərəfi dırnaq içində yazılan mürəkkəb adları müəyyən eləyək. Variant Y variantıdır. Bəli, opera, balet adları, mağaza adlarında ilk tərəflər dırnaqda yazılmalıdır. Yəni baletdən, mağazadan, operadan başqa nəyin adı çəkilirsə onların hamısı dırnaqda yazılmalıdır. Variantımız Y variantı. Məsələn, Novruz bayramıdır, Qurban bayramıdır, yəni Avropa liseyidir, Səadət sarayıdır. Bunlar dırnaqda yazılmaz. Cümlələrin biri eyni hərfin iki müxtəlif səsi ifadə etdiyi sözlə başlamışdır. Cavabımız olacaq B variantı. Kənddən, tələffüzü olacaq kənddən. Bəli, eyni hərfdirlər, amma iki müxtəlif səslərdir. Cavabımız B variantı olacaq. Məsələn, elektrik sözünü də tələffüz etdiyimiz zaman burada eyni səslər, eyni hərflərdir, lazım deyil. Burada da eyni hərflər, eyni səs qalacaqlar, lazım deyil. Deyədə ümumiyyətlə eyni hərf, eyni səs, müxtəlif hərf, müxtəlif səs, belə bir yanaşma yoxdur. Babamla sözündə də eyni hərflər, eyni səsdə qalır. Cavabımız olacaq B variantı. Dəyərli müəllimlər, artıq dediyimiz kimi 5-ci 18:00 layihəmizin ödənişsiz izahını sizlərə təqdim edirəm. Bundan öncəki izahları kim ki görməyib, tövsiyə edərdim ki, bizim həm ödənişsiz qruplarımıza qoşulun, eyni zamanda da bizim WhatsApp kanalımız var. Bu da təbii ki, həm ödənişli, həm də ödənişsiz müdavimlər üçündür. Bu kanallara qoşulun. Qoşulmaq üçün 055 527 25 99-a və yaxud da 077 314 06 06 nömrəsinə yazmağınız bəs edir. Cavabımız oldu B variantı. Gələk 5-ci sualla. Cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Variantımız C variantı olacaq. Çünki biz istər ismi, istərsə də feili birləşməni tapdığımız zaman mütləq baxmalıyıq əsas tərəfə. Əsas tərəfin tələbinə görə biz ismi mi yoxsa feili mi birləşmə olduğunu deməliyik. Cavab C variantı. Məsələn, A variantı niyə olmaz? Əsas tərəfdə gərək feil olaydı. Olmayıbsa, deməli feili birləşmə ola bilməz. B-də də həmçinin əsas tərəfdə gərək isim yox, bir feil olmalıydı. D-də də əsas tərəfdə feil olmalıydı. Y-də də əsas tərəfdə feil olmalıydı. Olmuyorsa, deməli bizdə sağ tərəfdəki elə sütuna baxanda görürük ki, cavabımız C variantı olur. Əsas tərəfdə isim və bir ad olan digər nitq hissələri varsa, ismin kateqoriyasını götürən digər nitq hissələri varsa, onlar ismi birləşmə sayılır. Əsas tərəfdə məsdər, feili sifət, feili bağlama varsa, bu isə feili birləşmə sayılır. 6-cı sualla davam edək. Altda bizə deyir ki, neçə sadə və neçə mürəkkəb cümlə var? Maraqlı yanaşmadır. Cavabımız olacaq burada Y variantı. Görə niyə? Meşədə pişiklər və dovşanlar sakitcə dolaşırdı. Bu sadə cümlədir. Pişik ağacın üstündə oturmuş, dovşan isə otlaqda yem axtarırdı. Bu mürəkkəb cümlədir. Daha sonra quşlar səmada uçur, şirin səs ilə mahnı oxuyurdular. Sadə cümlədir. Bir az sonra pişik yerə indi və dovşanla oyun oynamağa başladı. Sadə cümlədir. Beləliklə bütün heyvanlar bir-birinə yaxın oldu və meşədə əyləncəli vaxt keçirdi. Cavabımız olacaq Y variantı. Gələk 7-yə.
Ədadın iki məna növündə işlənə bilən söz hansı cümlədədir? Bəli, ha ədatı ən məşhur ədatlardan sayılır ki, həm qüvvətlendirici, həm də əmr ədatı sayılır. Əgər bizim nümunəmizdə, cümləmizdə feilimiz varsa və bu feil əmr şəklindədirsə, o zaman həmin feilə qoşulan ha ədatı olacaq əmr ədatı. Yox, əgər mənim cümləmdə əmr şəklində bir feil yoxdursa, amma ha ədatı varsa, deməli gözü yumulu həmin cümləyə, həmin cümlədəki belə deyək, ha-nın qoşulduğu nümunəyə qüvvətləndirici ədat kimi baxmaq olar. Cavabımız oldu A variantı. Gələk 8-ə. Feildən düzələn isimlərin sayını göstərək. Feildən isim düzəltməlisən, anlayış sözünü götür. Feildən isim düzəltmək üçün qurğu sözü, yanğın sözü, bizimki olmaz, süzgün olmaz. Qaçış sözünü götürə bilərsən. Düzgünlük olmaz, çünki düzgünlük sifətdən isim düzəldib. Gözəllik sifətdən isim düzəldib. Danışığı götürə bilərsən, gülüşü götürə bilərsən. Və bizim 8-də oldu cavabımız C variantı. Sual 9. Verilmiş nümunənin məqsəd və intonasiyaya görə növünü müəyyən edək. Uşaqlar gölməçələrdə oynayarkən hamı gülürdü. Şəxsiz deyə bir cümlə növü yoxdur, yəni məqsədə və intonasiyaya görə növ yoxdur, bunu çıxartdıq. Cavabımız olacaq əlbəttə ki, C variantı. Çünki sonda nöqtə varsa nə sual ola bilər, nə də nida ola bilər. Ya nəqlidir, ya da əmrdir. Əgər bizim feilimiz əmr şəklində olsaydı, o zaman əmr cümləsi olardı. Məsələn, uşaqlar gülsün olsaydı, əmr cümləsi olardı. Çünki gülsün əmr şəklində olan bir feildir. Yox, əgər gülürdü yazılıbsa, bu artıq apardı bizi nəqli cümləyə. Gələk sizlərlə birlikdə 10-cu suala. Yanlış olanı müəyyən edək. Variantımız B variantıdır. Kəskinləşdirdi. Kök, leksik, 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 qrammatik belə olmalıdır. Yəni 3 dənə leksik olmalıdır. Burada isə 4 dənə leksik qoyublar. Deməli səhvlik var. Cavabımız B variantı. Bacım güldədir bu formada təhlil olunacaq. Yəni kök, qrammatik, leksik, qrammatik doğrudur. Qarşılaşdırdıq. Qarşı sözün kökü. Qarşılamaq, qarşılaşmaq, qarşılaşdırmaq. Bunlar da qrammatik doğrudur. Dağıdıcıdır, dağıdıcıdır doğrudur. Gətirməməlidirlər doğrudur. Cavabımız olacaq B variantı. Dəyərli müəllim və müdavimlər, izahlar yararlı oldusa, bəyənib paylaşmağı unutmayaq. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.